Salam dəyərli dostlar. Bugün dünyanın adaları mövzusunu sizə videosunu təqdim edirəm. Bugün dünyada yerləşən, dünya okeanında yerləşən adalar nədir ümumiyyətlə, adaların xüsusiyyəti, adaların yerləşdiyi əraziləri biz xəritələr üzərində inşallah öyrənəcəyik. Deməli, dünya adaları haqqında danışanda ilk gəlin görək, ada nədir? Ada ümumiyyətlə hər tərəfi su ilə əhatə olunan, yəni 4 tərəfi su ilə əhatə olunan quru sahəsidir. Yəni burada kiçik bir quru sahəsi okean üzərində yerləşir və onun hər tərəfi su ilə əhatə olunur. Bax, bu tipli kiçik quru parçaları adalar adlanır. Ümumiyyətlə, adaların özü 3 mənşəyinə görə növünə bölünür. Yəni, mənşəyinə görə, yaranma xüsusiyyətinə görə 3 qrupa bölünür. Bir var materik mənşəlli adalar. Materik mənşəlli adalar haqqında danışsaq, əsasən bu materikin tektonik proseslər zamanı materikin ətrafından, materikdən ayrılaraq, parçalanaraq yaranan adalardır, yəni quru parçalarıdır. Məsələn, bunlardan misal olaraq, məsələn, Grenlandiyanı biz götürə bilərik, Saxalin adasını biz götürə bilərik, Kalimantan, Yapon, Madagaskar, Şri-Lanka kimi adalar əsasən materik mənşəllidir. Və bu materik mənşəlli adaların deməli, tərkibində əsasən bazalt, qranit çökmə qatlarının, yəni qranit qatının olması vacib bir əlamətlərdən biridir. Və bu tektonik proseslər nəticəsində materikdən ayrılaraq müstəqil bir adaya çevrilir. Bu olur materik mənşəlli adalar. Vulkanik mənşəlli adalar nədir? Vulkanik mənşəlli adalar adından da görüldüyü kimi vulkan püskürməsi zamanı, sualtı vulkan püskürmələri zamanı yaranan və yer səthinə, yəni suyun, okeanın dərinliklərdən yuxarı doğru qalxan adalardır. Bunlara məsələn Azor, İslandiya, Kanar, bunlar özü 2 hissəyə bölünür. Bir kənarlaşma zonasında yaranan, bir də ki toqquşma zonasında, yəni divergen və konvergen sərhədlərdə. Məsələn, divergen sərhədlərdə yerləşən, yəni tavalar ayrılan sərhəddə yaranan vulkanik mənşəli adalardan, məsələn, Azov adası, İslandiya, Kanar adaları, məsələn, bunlara misaldır. Ancaq toqquşma sərhədlərində yerləşən, yəni materik tipli tavaların, okean tipli tavaların toqquşması nəticəsində yarananlar isə Kuril, Aleoid, Mariana adaları bu tipli vulkanik mənşəlli adalara daxildir. Bir də mərcan mənşəlli adalar var. Mərcan mənşəlli əsasən mərcan poliplərinin qalıqlarının toplanması ilə yaranır. Buna əsas xüsusiyyətlərindən biri də burada orta illik temperaturun 20 dərəcədən yuxarı olmasıdır ki, bu mərcan polipləri toplanaraq, belə deyək, polipləri toplanaraq adalara çevrilsin və orada ada yaratsın. Bu da əsasən tropik ərazilərdə, tropik sularda daha çox bu adalar yaranır. Tropik işıqlanma qurşaqlarında bu adalar yaranır. Bunlardan da məsələn Fiji, Cook, Karolin adaları burada misal göstərə bilərik. Yəni ümumiyyətlə biz ilk olaraq adanın nə olduğunu başa düşdük. İkinci olaraq isə bunların mənşəyinə görə neçə növ olduğunu bu hissədə öyrəndik. İndi isə gəlin keçəyim biz arxipelag nədir onu biləyim. Arxipelag nədir? Arxipelag ümumiyyətlə bir neçə adaların, yəni qrup halında, adalar tək yox, bir neçə qrup halında olur və bu qrup halında olan adalar qrupu adlanır arxipelag. Arxipelaglardan məsələn Kanada Arktik arxipelagının adını çəkə bilərik, Malay arxipelagının adını çəkə bilərik. Burada da görürsünüz bu Malay arxipelağı. Sonra Filippin adalarının biz adını çəkə bilərik. Bax, bunlar demək arxipelaglar bunlardır. Yəni adalar toplusu, adalar qrupu ümumiyyətlə arxipelag adlanır. İndi isə gəlin biz Avropa ətrafında yerləşən adalara biz fikir verək. Deməli, bax, qərbdən başlasaq, burada Azor adaları yerləşir. Azor adaları yerləşir və bu adalar Avropa aid olan adadır. Sonra İslandiya adası fikir verin, xəritədə İslandiya adası burada yerləşir. Sonra bunlar Atlantik okeana aid olan adalardır. İrlandiya adası, Böyük Britaniya adası, Baleriya, Aralıq dəniz sahillərində, Aralıq dənizində yerləşən Balear adaları, sonra Koriska adası, Sardiniya adası, Siciliya adası, burada vulkanda yerləşir. Sonra Krit adası, bax bu adalar əsasən daxildir. Sonra burada biz Zelandiya adası və Fünen adalarında adını çəkə bilərik. Sonra Şimal Buzlu okeana aid olan adalardan, məsələn, Spitsbergen, Frans Yosif, Novaya Zemlya adaları,
Yan Mayen adaları, bax burada bu adalar da əsasən Avropa ətrafında yerləşən adalar qrupuna daxil oldu. Deməli, Avropanın ətrafında olan adalardan hansıları tanıyırıq? Azor adaları, Balear adaları, Koriska adaları, Sardiniya adaları, Siciliya adaları, Krit, Fünen, Zelandiya, Böyük Britaniya, İrlandiya, Farer adaları, İslandiya, sonra Yan Mayen, Spitsbergen, sonra Frans Yosif torpağı, bir də ki, Novaya Zemliya, bax, Avropa ətrafında olan adalar qrupuna daxildir. Sonra isə Asiya ətrafında yerləşən adalar qrupuna baxaq. Bu adaların əsasən coğrafi mövqeyini bilmək bizim üçün vacib olan məsələlərdən biridir. Məsələn, Hind okeanında yerləşən Skotra adası, bax, burada yerləşir. Maldiv adaları, Şri-Lanka adası və Andaman adaları. Burada adalar qrupu yerləşir. Sumatra adası, Yava, Bali, Timor, bax, bu adalar, Borneo adaları, Sulawesi adaları, Yeni Gvineya adası, bax, burada Sakit Okeana aid olan adalardan Tayvan, sonra Luzon, Mindanao, sonra Mariana, sonra bunlar görürsünüz, məsələn, şimal tropiki, ekvator arasında, yəni tropik işıqlanma qurşağında yerləşən adalardır. Məsələn, bu qeyd olunan adalar. Hainan adası, sonra ümumiyyətlə Yapon adaları özü bir neçə hissədən ibarətdir. Məsələn, Hokkaido adası, Honshu, Shikoku, Kyushu, bir də Ryukyu adaları var ki, bunlar Yapon adalarının tərkib hissələridir. Sonra burada Kuril adaları var. Bayaq biz qeyd elədik, bunlar vulkanik mənşəli adalardır. Sonra Sakhalin adası var burada. Sonra Komandor adaları var ki, Komandor adaları da Sakit Okeanda olan adalar qrupuna daxildir. Asiyanın şimal buzlu okean sahillərində yerləşən adalardan isə Severnaya, Zemlya, Novaya, Sibir, Vrangel adaları da əsasən Asiyanın şimal buzlu okean ətrafında olan, yəni sahillərində olan adaları hesab olunurlar. Sonra biz növbəti adalara fikir versək, Şimali Amerikanın ətrafında yerləşən adalar. Şimali Amerikanın ətrafında yerləşən adalarda əslən diqqətlə baxsaq, burada deməli Sakit Okeanda Aleut adaları, sonra Aleksandr adaları, Kadiak adaları, bax, bunlar məsələn daxildir. Şimal buzlu okean sahillərində Banks adaları, Victoria, Devon, Baffin, Ellesmere adaları, bax, bu ərazidə yerləşir. İrlandiya, bu ərazidə yerləşən belə deyək, adalar hesab olunurlar. Sonra Atlantik Okean sahilində yerləşənlər isə adalar isə hansılardır? Newfoundland adası, Kuba, Yamayka, Haiti, Puerto Rico, Martinika adaları ümumiyyətlə Atlantik Okean sahilində, Şimal Buzlu Okean ətrafında yerləşən adalar hesab edilirlər. Sonra Cənubi Amerikada ətrafında yerləşən adalara biz nəzər yetirək. Burada Cənubi Amerikada deməli, burada Sakit Okean sahilində Galapagos adası bu ərazidə yerləşir. Ekvatorda kəsir həmin adanı. Sonra burada deməli Atlantik Okean sahilində Falkland, odlu torpaq, Cənubi Georgia, Trinidad və Tobago adaları da Cənubi Amerika ətrafında yerləşən adalar hesab olunurlar. Sonra Afrika materiki ətrafında yerləşən ümumiyyətlə adalara fikir versək, Afrikanın da Qərbi Atlantik, Şərqi Hind okeanına aiddir. Qərbi Atlantikdə Madeira adaları, Kanara adaları, Yaşılburun adaları, Voznaseni adaları, sonra burada Ekvator Gvineya adaları, sonra San Tome və Principe adaları, Müqəddəs Yelena adaları, Tristan Kunya adaları da əsasən Afrikanın Atlantikdə yerləşən adalar qrupuna daxildir. Hinddə yerləşən adalar qrupuna baxsaq, burada Skotra adası, burada bayaq qeyd etdiyimiz, burada da yerləşir. Zənzibar adaları, Şeyşel adaları, sonra Komor, Qəmərdə deyirlər, Mayato, sonra Rodriguez adaları, Mavriki adaları, Reunion,
Reunion adaları, ümumiyyətlə bunlar Maskerano arxipelaqı da adlandırılırlar. Sonra Avstraliya və Okeaniya. Avstraliya və Okeaniya adalarına biz nəzər salsaq, biz Avstraliya və Okeaniya adalarını bir neçə qrupa böldük. Burada Mikroneziya, kiçik adalar, Malineziya, çoxlu adalar, Malineziya qara adalar, Polineziya isə çoxlu adalar deməkdir. Mikroneziyada hansı adalar yerləşir? Marian, Marshall, Mikroneziya, Kiribati, Palau adaları əsasən Mikroneziya adalar qrupuna daxildir. Sonra burada təbii ki, Tasman adası, Avstraliyanın cənubunda da Tasman adası yadımızda saxlayaq. Avstraliya adalar qrupudur, Yeni Zelandiya və Tasmaniya. Deməli, Melaneziya, qara adaları isə Yeni Qvineya, Nauru, Solomon, Vanuatu, Fiji, Yeni Kaledoniya adaları aiddir Malineziyaya. Polineziya adalar qrupuna isə Hawaii, Cook adaları, Tonga, Samoa, Tuvalu adaları bu adalar qrupuna daxildir. Yəni nə oldu? Mikroneziya, Melaneziya, Polineziya. Mikroneziyaya M-lər daxildir. Marian, Marshall, Mikroneziya, Kiribati, Palau. Melaneziyaya isə aid idi Yeni Qvineya, Yeni Kaledoniya, yəni yenilər, Solomon, Nauru kimi, Fiji kimi adalar daxildir. Polineziya isə Hawaii, Tuvalu, Samoa, Cook, Tonga adaları bu adalar qrupuna daxildir. Avstraliya adalar qrupuna isə Tasmaniya adası ilə Yeni Zelandiya adası da bu əraziyə daxil olan adalar qrupudur. Sonra Antarktida ətrafındakı yerləşən adalar isə Antarktida ətrafındakı yerləşən adalara biz Cənubi Orkney adası deyə bilərik. Misal kimi Cənubi Orkney adası, Kerguelen adası, sonra Ross adası, sonra 1-ci Piotr adaları. Falklanddə Cənubi Amerikanın ətrafında yerləşən ada idi. Cənubi Georgiya dedik. Prince Edward adaları da əsasən Antarktida ətrafında olan adalar qrupuna daxildir. Ümumilikdə ada nə idi? Ada hər tərəfi su ilə əhatə olunan ada idi. Deməli, o 3 qrupa bölünürdü. Materik tipli, materik mənşəli, vulkan, bir də mərcan. Materik mənşəli nə idi? Materikin ətrafında, tektonik proseslər nəticəsində materikdən ayrılan kiçik quru parçaları idi. Vulkanik nə idi? Vulkan püskürməsi nəticəsində yaranan suyun üzərinə çıxan adalar qrupu idi. Mərcan mənşəli nə idi? Mərcan poliplərinin toplanması nəticəsində yaranan adalar qrupu hesab olunurdu. Bu videoda biz ada nədir? Adaların hansı növləri var? Adaların materiklər üzərində yayıldığı cədvəl əsasən, yayıldığı xəritə əsasında biz öyrəndik. Bu tipli videoların daha çox gəlməsini istəyirsinizsə, kanalımıza abunə olun, videoları bəyənməyi unutmayın. Bu kanala abunə olmaq və videoyu bəyənmək bizim üçün bir dəstəkdir, bizim üçün bir stimul oldu. Biz də çalışırıq ki, əlimizdən gələn qədər dəstək olaq dəyərli izləyicilərimizə. Oldu, sağ olun, salamat qalın.